Xeyr, mənim əziz şagirdlərim, çoxsaylı istəkləri nəzərə alaraq bu gün mən sizə əlavələr mövzusunun izahını verəcəm. İlk olaraq əlavə nədir? Bunun qaydasını bilməliyik. Özündən əvvəl gələn üzvün söz birləşməsi ola bilər, söz ola bilər. Yəni təkcə birə biz bura üzv deyə bilmərik də. Bəzən üzvü əlavə izah eləməyə bilər, bəzən xitabı izah eləyə bilər. Ona görə biz bura söz də deyə bilərik. Həmçinin söz birləşməsi. Yəni bax qeyd eləyirəm, özündən əvvəl. Yəni bunların hər biri özündən əvvəl gələn söz birləşməsini mənasını aydınlaşdıran, konkretləşdirən, yəni bax burada aydınlaşdıran və konkretləşdirən söz və ya söz birləşmələrinə əlavə deyilir. Yəni əlavə ya sözlə ifadə oluna bilər, ya da söz birləşməsi ilə ifadə oluna bilər. Yəni əlavənin qaydasını bir də təkrar eləyək. Özündən əvvəl gələn söz və söz birləşmələrini izah edən, aydınlaşdıran, konkretləşdirən söz və ya söz birləşməsinə əlavə deyiləcəkdir. Əlavələr həm cümlə üzvünə, həm sözə, həm söz birləşmələrinə aid olur. Əlavələr aid olduqları üzvdən sonra gəlir. Yəni birinci üzv gəlir, həmin üzvü əlavə izah edir. Yəni əlavə ikinci gəlir. Bunu yadda saxlayaq. Həmçinin əlavə sintaktik funksiya daşıyır. Bunu da yadda saxlayaq. Sintaktik. Yəni bu morfoloji funksiya deyil ha. Biz bunu sintaksis bölməsində öyrənirik. Gəlin indi bir neçə nümunə ilə izah eləyək. Yazıram ki, Bakıda. Yəni paytaxtda hava soyuqdur. Mən Bakı deyəndə onu daha da konkretləşdirirəm və bunun paytaxt olmasını verirəm. Artıq burada mən sual verəndə harada sualını verirəm. Harada sualı hansı cümlə üzvün sualıdır? Bəli, zərflikin sualıdır və mən burada deyirəm ki, zərflik işlənib və zərfliyin əlavəsi işlənib. Bu zərflikdir, bu isə zərfliyin əlavəsidir. Daha sonra başqa bir nümunəyə baxaq. Onun görüşü Leylanı, yəni bacını, yəni bacı sözünü mən açıram da, bacılar 2 dənə bacısı var. Artıq açıram ki, hansı bacısını? Yəni Leylanı təəccübləndirdi. Deməli bu kimi sualına cavab verir. Kimi isə hansı cümlə üzvün sualıdır? Bəli, tamamlığın sualıdır. Burada tamamlığın əlavəsi işlənib. Gəlin ilk olaraq cümlə üzvlərinin əlavəsinə baxaq. Əli qardaşım gedir. Gedir kim qardaşım Əli. Artıq burada mən kim sualını verdim səhərcisinə. Burada mübtədanın əlavəsi işlənib. Və əlavəni biz tre vasitəsilə ayırırıq. Bəzən isə yəni bağlayıcısını verməklə də əlavəni ayıra bilərik. Burada mübtədanın əlavəsidir. Bura məktəbə gəl. Gəl haraya? Məktəbə. Gəl haraya? Buraya. Burada artıq mən haraya sualı verirəmsə, bu zərfliyin sualıdır. Yer zərfliyi işlənibdir. Sənin yerin bura, kənddir. Bax, burada kənddir, haradır? Bəzən yoldaşlar bura sözünü görəndə zərflik deyirlər. Amma burada baxırsınız, xəbərli şəkilçisi dır var. Və burada ixtisara uğrayıb. Yəni, buradır, haradır? Yəni, buna biz xəbər deməliyik. Xəbərin əlavəsi işlənib. Onu, Leylanı çağır. Çağır kimi? Onu, yəni Leylanı. Burada isə kimi sualına cavab verdiyinə görə tamamlığın əlavəsi işlənib, sualı isə kimidir. O 5-ci, yəni axırıncı kitabı verdi. Verdi kim? O, nəyi? Kitabı. Hansı kitabı? 5-ci. Artıq mən 5-cini atıram ki, yəni sonuncudur bu, axırıncıdır. Burada artıq görürük ki, hansı sualını veririk və biz buna deyirik təyinin əlavəsi işlənib. Qışda, yanvarın 1-i getdik. Biz yəni qışda getmişik. Nə zaman getdik? Qışda. Qış çoxdur. Mən bilmirəm hansı günü, hansı ayı. Artıq burada daha da konkretləşdirir ki, yanvarın 1-idir. Və burada nə zaman sualına cavab verir? Nə zaman sualına cavab verirsə, burada nəyin əlavəsi var? Bəli, zərfliyin əlavəsi işlənmiş olacaq. Əlavə bəzən sözlərə də aid ola bilər. Bayaq biz cümlə üzvlərinin əlavəsini saydıq. İndi isə sözün əlavəsini deyəndə biz burada xitabın əlavəsini qeyd edə bilərik ki, Leyla, bacım, incimə. Və burada incimə, görürsüz, suala cavab vermir və Leyliyə xitab eləyir. Leylanı burada daha da dəqiqləşdirmək və konkretləşdirmək üçün bacım ifadəsindən istifadə olunub. Bakı,
Daha bunu konkretləşdirir. Yəni Küləklər şəhəri nə gözəlsən. Artıq burada Bakıya xitab eləyib, Küləklər şəhəri xitab eləyibdir və burada xitabın əlavəsi işlənibdir. Gəlin indi isə söz birləşməsinin əlavəsi ilə tanış olaq. Burada mən ilk olaraq ismi birləşmənin əlavəsini deyəcəm, daha sonra fe'li birləşməyə keçəcəyik. Leylanın bacımın kitabı məndədir. Yoldaşlar çox vaxt Leylanı görən kimi deyirlər, bəs müəllimə, burada tamamlığın əlavəsi işlənib. Bu yanlış qaydadır, yoldaşlar. Axıra qədər siz baxmalısınız. Leylanın, bacımın kitabı məndədir. Nə məndədir? Bacımın kitabı. Nə? Leylanı deyə bilmir axı. Leyla sözü hələ kitabla da əlaqəlidir. Leylanın kitab, bacımın kitabı. Deməli, bu söz birləşməsidir. Və biz görürük ki, bunun birinci tərəfindədir. Birinci tərəfə isə deyirik aslı tərəf. Və siz buna deyəcəksiniz, ismi birləşmənin aslı tərəfin əlavəsi. Orxanın, dostumun çantası itib. İtib nə dostumun çantası, nə Orxanın çantası. Yenə çanta sözü həm Orxana, həm dosta aiddir. Yəni eyni anlayışdırsa, siz burada deyirsiniz ismi birləşmə, birinci tərəf, yəni aslı tərəfin əlavəsi. Siz burada yiyəlik haldan tutmalısınız ki, bundan sonra s, yəni mənsubiyyət gəlib özünə bağlayıb. Əzilsin ilanın, faşizmin başı. Əzilsin nə ilanın başı, faşizmin başı. Mən burada görürəm ki, ilanın başı, yəni ismi birləşmə, birinci tərəf, yəni aslı tərəfin əlavəsi işlənib. Siz burada cümlə üzvün əlavəsini deyə bilmərsiniz. İndi isə sizə fe'li birləşmələrin aslı tərəfinin əlavəsini deyəcəm. Leyla onu dünən burada məktəbdə gördükdə nəsə dedi. Baxın, Leyla dedi, nə zaman dünən, nə zaman nə dedi. Yəni onu burada gördükdə, bax burada. Burada tam bitməyib axı. Yəni burada görməklə əlaqəlidirsə, yəni onu burada gördükdə. Görürsüz, bax burada sözünün əlavəsi məktəbdədir, daha da aydınlaşdırıb konkretləşdirib. Amma d var. Yəni burada fe'li bağlama var. Deyirik ki, biz artıq burada fe'li bağlamanın birinci, yəni aslı tərəfinin əlavəsi. Leyla burada məktəbdə dayanan oğlanı səslədi. Səslədi kimi oğlanı, hansı oğlanı məktəbdə dayanan? Kim? Leyla. Və görürsüz, burada cümlə bitməyib. Burada hansı xəbərlə əlaqəlidir? Burada səslədi, yoxsa burada dayanan? Təbii ki, də burada dayanan. An, ən. Nəyin şəkilçisidir? Fe'li sifətin. Fe'li sifətin hansı tərəfidir? Birinci tərəf. Yəni biz buna aslı tərəfin əlavəsidir. Leyla buradan məktəbdən gedərkən Elxana nəsə dedi. Dedi ki, mənə Elxana, kim Leyla? Bax, Arçən. Arçən varsa burada nəyin əlavəsi var? Fe'li bağlama. Hansı tərəfi? Hansı tərəfi? Bəli, aslı tərəfi. Buradanın bəs əlavəsi nədir? Məktəbdən sözü. Sadəcə bu tərkibdə gedib deyə siz bura zərfli deyə bilmərsiniz. Fe'li bağlamanın aslı tərəfi deməlisiniz. Gəlin indi bura baxaq görək nəyin əlavəsi işlənibdir. Baxırıq. Dərsini burada məktəbdə oxumaq fayda verir. Fayda verir nə? Məktəbdə dərs oxumaq. Yəni bax buradanın əlavəsi məktəbdədir, amma cümlə üzvü deyil də. Çünki oxumağın tərkibində gəlib. Deyirik ki, məslərin birinci tərəfinin, aslı tərəfinin əlavəsi. Onun, Leylanın arzusunu hamı bildi. Onun əlavəsi Leylanındır. Amma Leyla burada bitməyib axı, arzu sözünün özünə daxildir. Burada isə deyirik ki, ismi birləşmənin aslı tərəfinin əlavəsi işlənibdir. Gəlin indi bir neçə sizin qarışdırdığınız məqamların izahını verim. Bəzi sözlər var ki, siz onları həm həmcins, həm də əlavə kimi düşünə bilərsiniz. Bunlar nədir? Baxın, sabah, sonra vergüllə ayırıram. Yəni, ayın, belə yazaq da, yanvarın 25-i ad günümdür. Mən bunu bu cür desəm, insanın ad günü bir dəfə olur. Bir dəfə. Sən artıq sabah deyəndə, sən buna həmcins deyə bilmərsən. 2 dənə cümlə üzvü həmcins deyil. Sabah, bunu mən aydınlaşdırıram, konkretləşdirirəm, yanvarın 25-i. Deməli, sən burada deyəcəksən ki, zərflikin əlavəsi. Amma yox, gəlib sənə bu cümləni bu cür verməsə, gəlib sənə bu cür versə, sabah, yanvarın 25-i qazları kəsəcəklər. Artıq burada qazları 2 dəfə kəsəcəklər.
Həm sabah kəsəcəklər, həm də yanvarın 25-i. Mən bilmirəm, sabah yanvarın 17-si də ola bilər. Deməli, sən burada sabahı həm həmcins düşünə bilərsən, çünki 2 dəfə kəsəcək, həm də əlavə kimi düşünə bilərsən. Sən cümlənin məzmunundan, kontekst daxilindən bunu tutmalısan ki, burada sənə nə deyir? Və yaxud da yazır ki, Leylanı, anamı çağırdım. Bunu mən həmcins düşünə bilərəm. Həm də, əlavə düşünə bilərəm. Bunu necə düşünürəm? Leyla ola bilər ki, elə mənim anamın adı olsun. Əgər anamın adıdırsa, mən bunu daha dəqiq verirəm. Dəqiqləşdirmək üçün ana ifadəsini deyirəm. O zaman mən burada deyəcəm, nəyin əlavəsi var? Tamamlığın əlavəsi var. Amma yox, burada həmcins olanda Leyla ola bilər bacım olsun, dostum olsun, anam da anamdır. Burada deyirəm ki, tamamlıq həmcinsdir. Yəni biz bu cür ifadələrə diqqət eləməliyik. Bəzən bunları iki cür düşünə bilərik. Bu cümlədə nəyin əlavəsi işlənibdir baxaq. Orxan yeni şagird bu gün gəlməyib. Gəlməyib kim? Orxan yeni şagird. Və burada Orxanın əlavəsi isə yeni şagirddir. Yəni burada artıq mübtədanın əlavəsi işlənib. Biz bunlara ümumiyyətlə əlavə və əlavəni izah edən üzvə ayrı-ayrı mübtəda deyə bilmərik. Bunu bütünlükdə şəkildə, yəni bütöv şəkildə deməliyik ki, mübtədanın əlavəsi işlənibdir. Və yaxud da ola bilər ki, Akifin qardaşı Əli kişi burdadır. Buradadır kim? Akifin qardaşı Əli kişi. Bax, bunun hamısı bir yerdə nəyin əlavəsi olur? Mübtədanın əlavəsi olur. Akifin qardaşı, yəni Əli kişi. Daha da mən bunu konkret edirəm. Bu cümləyə baxırıq. Arzumuz onu, bacımı görmək idi. Və onu baxan kimi ilk ağla gələn tamamlıq olur ki, tamamlığın əlavəsi də bu yanlışdır. Bacımı görmək, onu görmək. Maqmaq varsa deyirəm ki, məslərin hansı tərəfidir? Birinci tərəfi, yəni aslı tərəfinin əlavəsidir. Bu cümlələrdə diqqət olun ki, bəzən feili birləşmə ilə qarışdırılır. Səhər Aynur gedəndə saat 2 idi. Saat 2 idi. Nə vaxt? Səhər. Nə vaxt Aynur gedəndə? Burada artıq feili birləşməyə aid deyil. Testdə düşər feili birləşməyə aiddir. Xeyr. Bəs deyəsiniz, axı anda var. Var ya, bax səhər sözü Aynurun əlavəsi deyil axı. Yəni səhərlə Aynur eyni şey deyil. Səhər ümumiyyətlə bu iki sözü ifadə edir. Yəni Aynurun getməsi elə səhərə bərabərdir də. Ona görə burada deyirik ki, zərfliyin əlavəsi var. Zərflik. Yəni buna aid başqa bir nümunə yazım. Gecə atam gələndə. Atam gələndə. Yəni elə atamın gəlməsi gecəyə bərabərdir. Deməli bunun hamısı bir yerdə zərfliyin əlavəsi olacaq. Yatmışdım. Nə zaman yatmışdım? Gecə, yəni atam gələndə. Əlavə haqqında çalışdım ki, hər bir qeydi sizin nəzərinizə çatdırım. Sağ olun, salamat qalın.